Onu deyirdim ki, həm bu işin içərisində olan bir müəllim olaraq, həm də ki, plus, təlimçi bir müəllim olaraq deyə bilərəm ki, keçən ildə olan diaqnostik imtahanımızı yadımıza salaq. Diaqnostik imtahandan əvvəl, bir neçə ay əvvəl təlimlər başlamışdı. Yəni müəllimləri təlimlərə cəlb etmişdilər. Məcburi təlimlərə göndərirdilər ki, bəli, hər region öz üzərində götürmüşdü öhdəliyinə, öz müəllimlərini təlimlərə qoşurdular. Bu bir. İkinci olaraq onu demək istəyirəm ki, yenə də artıq baxın, bildiyiniz kimi noyabr ayı etibarilə, təlimlər artıq başlayıb. Ona görə də böyük ehtimal ən minimumundan 4 ayımız var ki, sertifikasiya imtahanı ola bilər. Minimumda, yəni ən tez 4 ay içərisində ola bilər. Mən elə təsəvvür edirəm. Yəni mən hardansa bunu eşitməmişəm. Mən hər zaman da müəllimlərin bir çoxu da deyir ki, müəllimə sizin, dediyiniz hər bir şeyin bir əksəriyyəti düz çıxır. Yəni bilmədiyimdə heç bir şey demək istəmərəm. Heç bir kəsi də, belə deyək, ümiddə saxlayıb və yaxud mən deyə bilərəm ki, hə, fevral ayında, sertifikasiya imtahanı olacaq. Sertifikasiya imtahanı fevral ayında olmasa səhv çıxmağı da istəmirəm. Amma güman edirəm ki, mart, aprel aylarında, yəni ola biləcək sertifikasiya imtahanı. 2 dəqiqə vaxtımız qalıb. 2 dəqiqədən sonra dərsimizə başlayacağıq. Dərsimizin mövzusu o olacaq ki, müəllimlər, həm sertifikasiya imtahanında düşə biləcəyi bir sualdır, həm də MIQ imtahanı üçün, belə deyək, çox önəmli bir mövzudur. Müəllimlərin etik davranış prinsipləri, peşə bacarıqları, peşə qabiliyyətləri mövzusunu biz keçəcəyik. Bildiyiniz kimi, bilmirəm xəbəriniz var ya yox, 2024-cü ildə, Emin Əmrullayev tərəfindən, etik prinsiplərimiz dəyişildi. Yəni etik prinsiplərimizdə qısa da olsa, yəni xırda da dəyişikliklər olsa, böyük dəyişiklik baş verdi. Birazdan dərsimizdə də danışacağıq. Əlavətən yenə də deyirəm ki, bir nəsə sualı varsa, heç narahat olmasın, ünvanlaya bilər. Qaranlıq qalan beynində onu narahat edən bir sualı varsa, ünvanlaya bilər əzizlərim. Birinci peşə bacarıqları, peşə qabiliyyətlərindən başlayaq. Gözəl geniş bir PDF tərtib etmişəm. Bu PDF-in içərisində biz dərsimizi keçəcəyik. Müəllimə mənim 45 balım var, hələ müsahibəyə çağırılmamışam. 2-ci tur vakansiyaları sualı tamamlada bilmədim. 2-ci tur vakansiyaları nə vaxt çıxar? Müəllimə, əziz müəllimə, 2025 adı ilə qoşulan müəlliməmiz var. Bəli, Xədicə İmanovadır səhv etmirəmsə. Əgər belə deyək, müsahibədə soruşulan suallar içərisindədir, belə deyək, həm etik davranış prinsipləri olsun, peşə bacarıqları, peşə qabiliyyətləri, bunlar regionlar üzərindən soruşulmuş suallar arasındadır. Yəni istəsəz, oturub qulaq asa bilərsiniz. 2025-ci adı ilə qoşulan müəllimənin sualına gələndə isə müəllimə, biz keçən illərə hər zaman istinad edib nəyisə deyə bilərik. Yeni ildə hansı qaydalar, hansı qanunlar olacaq bilə bilmərik, amma mən deyə bilərəm ki, keçən illərə istinadən deyə bilərəm ki, əziz müəllimə, 1 ayın içərisində 2-ci turu aça bilərlər. Çünki keçən illərdə də 1-ci müsahibə mərhələsindən sonra 2-ci turu, 2-ci mərhələni 1 ay keçməmiş açmışdılar. Əmrlər gəldi. İndi müəllimlərə də, öz müdavimlərə də görürəm ki, əmrlər gəlir artıq. Əmrlər gəlib, yəni artıq işlərindən, iş vəzifələrindən, onlar çağırılacaqlar. Onlar çağırılandan sonra yerdə qalan varsa, imtina edən varsa əgər vakansiyalar, məsəl üçün, var müəllimə ki, uzaqdır ona, vakant olmasa belə yox, vakant olmasa belə, minimum bir vakansiya olmalıdır ki, müsahibəni açsınlar. Yəni vakant olmasa müsahibə olmayacaq. Güman ki. Aha, dərsimizə başlayaq müəllimlər. Birinci olaraq biz peşə bacarıqlarından danışacağıq. Bir saniyə. Aha. Etik davranış prinsipləri, peşə bacarıqları və peşə qabiliyyəti olacaq. Çox siz sağ olun əzizim. Heç bir problem yoxdur. Müəllim və uşaq bağçası tərbiyəçilərinə nəzərən, yəni biz tərbiyəçi müəllimlər olaraq danışacağıq bugünkü dərsimizi. Tərbiyəçi müəllimlərin xeyrinə, onlara lazım olan məlumatlardan biz bəhs edəcəyik. Belə deyək müəllimlər, müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblər hesab olunur. Nədir bəs bu aparıcı tələblər? 4 tələbimiz var bizim.
Təkrar edirəm, 4 tələbimiz deyəndə də bacarığımız nəzərdə tutulur. Ha, bunu yadımızda saxlayaq. Bu tələblərimiz konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq tələblərimizdir, yəni bacarıqlarımız. Təkrar edirəm, 4 dənə bizim bacarığımız var. Konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq. Hər birinə xırda-xırda da olsa nə demək lazımdır? Açar sözlərlə mən hər zaman açar sözlərə üstünlük verirəm. Müəllimlərin ağlında açar sözlərlə yadda qalmaqlarına üstünlük verirəm. Bəli, konstruktiv tələb nədir? Konstruktiv tələbə nələr daxildir? Onlardan bəhs edək birinci olaraq. Konstruktiv tələb deyəndə müəllimlər, təlim-tərbiyə materiallarını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, tərbiyəçi müəllimin bu konstruktiv bacarığını deməkdə. Sistemləşdirmə bir bacarığıdır. Məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə apara biləcəklərini əvvəlcədən görə bilmək, səhvi əvvəlcədən görə bilmək, səhvi əvvəlcədən görüb düzəliş edə bilmək. Məhz bu müəllimlərin bacarığı konstruktiv bacarıqdır. Yəni bu bacarığa malik olan müəllimlər səhvi əvvəlcədən görə bilirlər. Uşaq hansı situasiyada özünü necə apara bilir, bunu görə bilirlər. Bəli, müəllimlər, bu didaktik prinsiplərimizdən də nəticə yönümlülüyü özündə ehtiva edir. Yəni əlində nəticə yönümlülüyü rəhbər tutan müəllim bir növ konstruktiv bacarığa malik olan müəllim də hesab edə bilərik biz. Proaktiv müəllim olur, düzdür. Proaktiv müəllim nə deməkdir? Daim irəliyə gedən, irəlini görən müəllimdir. Baxın, bu formada hər biri bütün mövzular gördüyünüz kimi bir-birləri ilə zəncirvari formada bağlıdırlar. Hər biri bir-birləri ilə əməkdaşlıq içərisindədir mövzuların. Məhz konstruktiv tələbə dediyimiz kimi nəticə yönümlülüyü əlində rəhbər tutan müəllim bir növ konstruktiv bacarığa malik olan da müəllim deyə bilərik. Həm də ki, bir növdə belə deyək, maddi bazanı möhkəmləndirmək bacarığını da biz konstruktiv tələbə aid edə bilərik, konstruktiv bacarığa aid edə bilərik. Sonra kommunikativ bacarıq nə deməkdir? Yəqin ki, bilirsiniz ki, kommunikativ nə deməkdir? Kommunikativ əlaqələndirmə deməkdir müəllimlər. Communication sözündən götürülüb, mənası əlaqə deməkdir. Əməkdaşlığı da götürə bilərik, əməkdaşlığı, birgəliyi, kollektivizmi, kollektivçiliyi, bunları hər birini kommunikativliyə əlaqələndirə bilərik. Nə deməkdir bəs? Şagirdlərlə, yəni uşaqlarla, uşaqların qəlbinə yol tapa bilmək, valideynlərlə əməkdaşlıq edə bilmək, özünü onlara sevdirə bilmək, uşaqlar arasında düzgün münasibətləri tənzim edə bilmək bacarığı, valideyn və ictimaiyyətə ümumi dil tapa bilmək bacarığı, daha sonra pedaqoji maarifətə malik ola bilmək bacarığı, yeri gələndə gülməyi bacarmaq, hirslənməyi bacarmaq. Yəni hər zaman müəllimə 32 dişinin 32-sini də göstərməli belə bir qanun yoxdur. Müəllimə yeri gələndə əsəbləşməlidir, müəllimə yeri gələndə hirslənməlidir, yeri gələndə, aha, açar sözümüz baxın budur. Ağır vəziyyətə düşdükdə, ani müddətə düşüb düzgün tərbiyə yolu seçməyi bacarmalıdır. Yəni əgər tökəzlədisə, qalxmağı bacarmalıdır. Bunların hər biri kommunikativ bacarığa əlaqələndirilir. Kommunikativ bacarığın içərisinə daxil olur. Uşaqlarla ünsiyyətə girmək, əməkdaşlığa girmək, valideynlərlə əməkdaşlıq aparmaq, təhsil üçbucağını daim qorumaq, hamısı kommunikativ bacarığın içərisində biz açar söz olaraq götürə bilərik. Daha sonra gəlir qnostik bacarıq. Qnostik bacarıq nəyə deyilir bəs müəllimlər? Qnostik bacarıq deyəndə, məsəl üçün qnostik qnozis sözündən götürüb, yəqin ki, eşitmisiniz. Mənası Yunanda qnozis sözündən götürüb, mənası idrak deməkdir. Yəni beynimizin içərisində olan bütün əməliyyatları, belə deyək, biz qnostik bacarığın içərisinə apara bilərik. Necə? Özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilirsə, yəni öz kollektiv yoldaşlarının bacarıqlarını ümumiləşdirə bilirsə, onlara fikir bildirə bilirsə, rəy bildirə bilirsə, elmi tədqiqat işlərində iştirak edə bilirsə, səbəb-nəticə əlaqələri qura bilirsə, arqument gətirə bilirsə, psixologiyanı bilirsə, ondan düzgün istifadə etməyi bacarırsa, hər bir, belə deyək, söz açar söz mahiyyətindədir. Daha sonra təfəkkürünü düzgün işə sala bilirsə, təxəyyülündən düzgün istifadə edə bilirsə, hər biri qnostik bacarığın içərisinə aid edə bilərik. Sonuncu olaraq bacarıqlarımızdan bayaq da dediyimiz kimi 4 bacarığımız var idi. Təşkilatçılıq bacarığından söhbət aparacağıq. Təşkilatçılıq bacarığı deyəndə müəllimlər, aparıcı bacarıqlarımızdan da, aparıcı qabiliyyətlərimizdən də təşkilatçılıq bacarığımız uşaqları ictimai işlərə cəlb edə bilmək. Həqiqətən də bir tərbiyəçi müəllimi üçün, məktəb müəllimi üçün
2-ci bəlkə də 2-ci planda ola bilər, ibtidai sinif müəlliməsi üçün bəlkə də 2-ci planda ola bilər, amma bağça müəlliməsi üçün, tərbiyəçi müəllimi üçün çox önəmli bir, belə deyək, bacarıqdır, təşkilatçılıq bacarığı. Uşaqları ictimai işlərə cəlb edə bilirsə, bağçada uşaqları yaşlarına uyğun ictimai faydalı işlərə cəlb edə bilirsə əsas olaraq, uşaqlar arasında düzgün vəzifə bölgüsü seçə bilirsə, onlar arasında düzgün vəzifə bölgüsü apara bilirsə, necə müəllimlər? Məsəl üçün, passiv uşaq ola bilər qrupda, aktiv uşaq ola bilər. Mən demirəm ayrı seçkilik salsın, amma uşaqların qablarında nə var, onu bilə bilirsə, onlar arasında fərqi görə bilirsə, deməli artıq onda təşkilatçılıq bacarığı inkişaf edib. Onların boş vaxtını günün tələbləri səviyyəsində düzgün təşkil edə bilirsə, asudə vaxtlarını səmərəli təşkil etmək bacarığından söhbət gedir burda. Bəli, bunların hər biri təşkilatçılıq bacarığına aiddir. Beləliklə, uşaq bağçası tərbiyəçisi uşağın həm fiziki, həm psixi sağlamlığına, hər bir uşağın yaşına, fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarda emosional və hərtərəfli inkişafı nəzərdə tutur. Təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün tərbiyəçi müəllim nə edir? Məsuliyyət daşıyır. Yəni onların heç bir vaxt biz bilirik ki, gün rejimində uşaqlar heç bir vaxt boş qalmamalıdır. Onların, belə deyək, asudə vaxtını belə təşkil etmək təşkilatçılıq bacarığına aiddir. Tərbiyəçi müəllim onları boşluq qoymamalıdır. Əgər boşluq olsa müəllimlər, bilin ki, bir xaos yaranacaq. Bilin ki, əgər boşluq varsa, orda xaos yaranacaq. Uşaqlar arasında məsəl üçün bir məşğələ keçirir, məşğələlər arasında bir boşluq yaranır. Orda balaca bir olsa, 5 dəqiqəlik belə olsa fasilədə heç bir İş getməsə, heç bir təşkil olunmuş bir, iş olmasa, orada bir xaos yaranacaq. Xaos yaranmamaqdan da ötürü biz uşaqların asudə vaxtlarını düzgün təşkil etməliyik. Bunu diqqətdə saxlamaq vacibdir. Təkrar olaraq demək lazım gələsə, müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblər olur. Aparıcı tələblərimiz, yəni aparıcı bacarıqlarımız 4 yerə bölünür, 4 istiqamətdə gedir: konstruktiv, kommunikativ, qnostik, təşkilatçılıq. Konstruktiv bacarıq, bəli, qayda olacaq. Konstruktiv bacarıq o idi ki, belə deyək, nəticə yönümlülük prinsiplərində rəhbər tutan müəllim idi. Yəni açar sözümüz nəticə yönümlülük ola bilər, səhvi əvvəlcədən görə bilmək olar, uşaqları müəyyən düşdükləri situasiyada necə çıxartmaq lazımdır, onları, belə deyək, bilirsə, bu konstruktiv bacarığa malik olan bir müəllimdir. Kommunikativ deyəndə əməkdaşlıqdan söhbət gedir, əlaqələrdən söhbət gedir, təhsil uçbucağını qorumaqdan söhbət gedir. Qnostik deyəndə idrak nəzərdə tutulur. Məsəl üçün, arqument gətirə bilirsə, səbəb-nəticə əlaqələri qura bilirsə, özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilirsə, kollektivdə ümumiləşdirib, belə deyək, daha sonra uşaqlar arasında düzgün vəzifə bölgüsü isə təşkilatçılıq bacarığına aiddir. İctimai işləri onlara cəlb edə bilirsə, asudə vaxtlarını düzgün təşkil edə bilirsə, bu da təkrar olaraq təşkilatçılıq bacarığına aid edilir. Aha. Daha sonra isə müəllimlər, biz keçirik pedaqoji qabiliyyətlərimizə. Pedaqoji qabiliyyətlər deyəndə nəyi nəzərdə tuturuq? Pedaqoji qabiliyyətlərimiz müəllimlər, yenilənmiş, belə deyək, köhnə çərçivə sənədinin içərisində pedaqoji qabiliyyətlər fərqli idi. Amma yenilənmiş çərçivədə, yenilənmiş materiallar olaraq pedaqoji qabiliyyətlər artırılıb. Necə? Pedaqoji qabiliyyətlər şərti olaraq bir sıra qruplaşdırmaq olar. Məsəl üçün, birinci şəxsi qabiliyyətlər deyə bilərik, ikinci didaktik qabiliyyətlər deyə bilərik, üçüncü təşkilatçılıq qabiliyyəti, baxın burada da qarşımıza çıxır. Dördüncü kommunikativ qabiliyyət deyə bilərik, beşinci perseptiv, altıncı sugggestiv. Bunları necə yadda saxlamaq lazımdır, onlardan bəhs edəcəm. Yeddinci təxəyyül, səkkizinci diqqəti paylaya bilmək qabiliyyəti, doqquzuncu pedaqoji refleksiya qabiliyyəti, 10-cu müəllimin aktyorluq qabiliyyəti, 11-ci müəllimin tədqiqatçılıq qabiliyyəti, 12-ci isə müəllimin elmi idraki qabiliyyəti, yəni akademik qabiliyyət. Üzr istəyirəm müəllimlər. Yəni bu akademik qabiliyyət dediyimiz anlayış var ha. Baxın, bu yenilənmiş çərçivə içərisindədir. Başlayaq müəllimlər. Baxın, bu qabiliyyətlərdən başlayaq. Birinci olaraq nə dedi? Dedi şəxsi qabiliyyət. Hər birindən qısa-qısa mən danışmaq istəyirəm. Şəxsi qabiliyyət deyəndə müəllimin şəxsi pedaqoji qabiliyyətindən söhbət gedir. İnsani keyfiyyətlərindən, özünə məxsus keyfiyyətlərindən söhbət gedir. Yəni hər bir insan fərqlidir və onun özünə məxsus keyfiyyətləri əlbəttə ki, fərqli ola bilər. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə əziz müəllimlərim, adətən şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Burada uşaqlara hüsn rəğbət bəsləməkdir,
daha sonra hörmət və ehtiyatla yanaşmaqdır, təmkinli olmaqdır, daha sonra, özünə sahib ola bilməkdir. Yəni müəyyən, situasiyada özünü ələ ala bilmək qabiliyyətindən söhbət gedir və həmişə də dərs zamanı uşaqlarla iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərinə aid edə bilərik. Yəni məşğələyə girən zaman belə deyək müəllimlər, özünü məşğələyə hazırlayırsa, psixi hazırlamaqdan söhbət gedir. Psixi olaraq, yəni özünü məşğələyə hazırlayırsa, bəli, mən 25 dəqiqə bu uşaqlarla bu məşğələni keçəcəyəm. Özümü ələ ala biləcəyəm, düşdüyüm situasiyadan çıxmağı bacara biləcəyəm. Bu mənim şəxsi pedaqoji qabiliyyətimdir. Bu oldu birinci qabiliyyətimiz. İkinci olaraq didaktik qabiliyyətdən danışarıq. Didaktik qabiliyyət nə deməkdir müəllimlər? Didaktik qabiliyyətlər isə müəllimin zəruri məlumatları, yəni lazım olan məlumatları uşaqlara çatdıra bilmək qabiliyyətidir. Məsəl üçün, biz məşğələ keçirik, ətraf aləmlə tanışlıq məşğələsi. Orda bir məlumat mütləq formada var ki, biz onları uşaqlara ötürmək zəruri bir bilik hesab olunur, zəruri hesab olunur. Onu uşaqlara çatdıra biliriksə, deməli bizdə bu qabiliyyət inkişaf edib. Hansı qabiliyyət? Didaktik qabiliyyət. Materialları uşaqların səviyyəsinə uyğunlaşdırmağı bacara bilirsə, onların yaş səviyyəsinə uyğunlaşdırmağı bacara bilirsə, material və ya problemi aydın və anlayışlı şəkildə uşaqlara təqdim edə bilirsə, fənnə qarşı maraq oyada bilirsə, uşaqlarda fəal müstəqil fikir yarada bilirsə, baxın, bunların hər biri didaktik qabiliyyətlərdir. Yadımızda saxlayaq ki, didaktik qabiliyyətlər aparıcı qabiliyyətlərimizdəndir. Təşkilatçılıq və didaktik qabiliyyətimiz bizim aparıcı qabiliyyətimizdir. Sonra da təkrar olaraq danışacağıq. Daha sonra müəllimin izah edə bilmək qabiliyyətinə danışaq. Müəllimin izah edə bilmək qabiliyyəti o deməkdir ki, müəllimin hər bir fikri, uşaqda asanlıqla çatdıra bilir və uşaq bunu dərk etməyə bacarır. Belə müəllimlər çətin, anlaşılmaz materialı uşaqlar üçün anlaşılır edə bilir. Məsəl üçün, hər hansısa cümlə içərisində abstrakt bir sözdən istifadə edən zaman həmin o abstrakt sözün mənasını uşaqlara çatdıra bilirsə, müəllimin bu izah edə bilmək qabiliyyətinə aid edilir. Belə müəllimlər çətin dediyimiz kimi anlaşılmaz materialları uşaqlar üçün anlaşılır tərzdə deyə bilirlər. Müəllim uşaqlara münasibətdə uşaqların səviyyəsinə enməyi bacarır, onların dilindən danışa bilir. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, mürəkkəbi sadələşdirməyi, daha sonra anlaşıqsızı anlaşılır etməyi bacarırlar. Sonra ekspressiv nitq qabiliyyəti. Ekspressiv nitq qabiliyyəti həqiqətən də bir tərbiyəçi müəllim üçün tək deyil də, bütün müəllimlər üçün çox önəmli bir qabiliyyətdir. Necə? Müəllimin natiqlik qabiliyyəti də deyirik buna. Müəllimin natiqlik qabiliyyəti münasibətdə olduğu şəxsdə ifadəli, anlaşıqlı təsir edə bilmək qabiliyyətidir. Gördüyünüz kimi müəllimlər, bu qabiliyyətlər bir-birləri ilə bağlıdır, bir-birləri ilə sıx bağlıdır eyni qaydada. Dediyimiz kimi natiqlik qabiliyyəti deyəndə nitqində loru ifadələrlə uşaqların dediyimiz kimi başa düşə bilməyəcəyi şəkildə, məsəl üçün müəllimə var belə deyək, ləhcə ilə danışır. Müəllimə var başqa rayondan gəlib ləhcə ilə danışır. Baxın bu qabiliyyətdən tamam kənarda. Kənardan çıxmağa söhbət gedir. Əsas olaraq natiqlik qabiliyyəti deyəndə nitqin anlaşıqlı tərzdə, ifadəsindən, anlaşıqlı təsir edə bilməsindən söhbət gedir. Bu cür qabiliyyətə malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə bilir. Yəni mimika dediyimiz üz cizgilərdir, pantomimika dediyimiz isə əl və qol jestlərindən söhbət gedir. Bunların ikisini birdən işlədə bilməyə bacarırsa əgər, məsəl üçün biz nə deyirik, müsahibə mərhələsində də biz müəllimlərimizə də deyirik, ödənişsiz dərslərimizdə də deyirik ki, əllərimiz bizim belə deyək, səssiz köməkçilərimizdir. Biz nəyi danışırıqsa, əllərimizdən istifadə ediriksə, deməli onlar bizə köməklik göstərirlər. Qarşımızdakı insana fikrimizi çatdırmağımıza köməklik edirsə, bizim səssiz köməkçilərimiz adlanır əllərimiz. Bəli, nə dedik? Dedik ki, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə bilirlər. Nitqin köməyi ilə uşaqların fikir və diqqətini maksimum səviyyədə fəallaşdıra bilirlər. Daha sonra təşkilatçılıq qabiliyyəti. Bayaq təşkilatçılıq bacarığından danışdığımız kimi, eyni qaydada təşkilatçılıq qabiliyyəti də, yəni öz sözünü deyir. Təkrar olaraq demək istəyirəm ki, didaktik qabiliyyət ilə təşkilatçılıq qabiliyyəti müəllimlər, aparıcı qabiliyyətlər hesab olunur. Müəllim-uşaq münasibətləri üçün çox əhəmiyyətlidir, yəni təşkilatçılıq qabiliyyəti. Təlim-tərbiyənin səmərəsi bu qabiliyyətdən çox asılıdır.
Müəllimin təşkilatçılıq qabiliyyəti təlim-tərbiyə prosesində özünü dərhal büruzə verir. Necə? Bu cür qabiliyyətlərə malik olan müəllim uşaq kollektivini təşkil etməyi, onu möhkəmləndirməyi, istiqamətləndirməyi, daha sonra nə də deyə bilərik? Bəli, bunları bacarır. Belə müəllim icra edəcəyi bir işdə öz təşkilatçılığını göstərir, öz işlərini planlaşdırmağı, daha sonra ona nəzarət etməyi bacarır. Vaxtı düzgün hiss edir, düzgün bölür, artıq vaxt itirmir. Çox önəmli bir qabiliyyətdir. Nəyə görə deyirik ki, aparıcı qabiliyyət hesab olunur? Məhz bunlara görə. Bağça mühitində vaxt çox önəmlidir. Niyə? Müsahibə mərhələsində də soruşurlar müəllimlərdən ki, müəllimlər, bəs vaxtı düzgün bölə bilmirsinizsə əgər, məsəl üçün sizə 25 dəqiqəlik bir məşğələ müddəti verirlər də, maksimum 25 dəqiqə məşğələ müddəti verirlər sizə. Siz burda necə bir məşğələ qura biləcəksiniz bu qısa bir müddətdə? Ona görə vaxt anlayışı, vaxtı düzgün bölə bilmək anlayışı tərbiyəçi müəllimlər üçün çox önəmlidir. Ona görə də bu cür qabiliyyətlərə malik olan müəllimlər gözəl təşkilatçılıq nümunəsi göstərməklə vaxtından səmərəli istifadə edə bilirlər. Narahat olmayın müəllimlər, bu canlını mən YouTube kanalımda yayınlayacağam, oradan baxa bilərsiniz. Sonra gəlir kommunikativ qabiliyyət. Kommunikativ qabiliyyət bayaqkı kommunikativ bacarıqla eyni qaydada gedir. Yəni müəllimin uşaqlarla düzgün ünsiyyət və münasibətini, rəftarını nəzərdə tutur. Pedaqoji cəhətdən əsaslı kommunikativ qabiliyyətlər uşaqlarda düzgün əlaqə və münasibət yaranmasına imkan verir. Kommunikativ qabiliyyətlərə uşaqlarda ünsiyyət qabiliyyəti də deyilir. Ünsiyyətə qabillikdir, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı da. Daha sonra uşaqlarda pedaqoji nöqteyi nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı da deyilir. Bunların hər biri onun içərisinə aiddir. Lakin burada belə deyək, 2 cür qüsurun qarşısını almaq lazımdır. Birincisi, uşaqlara qarşı yad münasibət bəsləmək, yəni daima vəziyyətlər arasında fərqi nəzərə çatdırmaq lazımdır. Uşaqlarla özü arasında məsafə yaratmaq. İkincisi isə yalançı dostluğa, yəni belə deyək də müəllimlər, səmimi olmayan bir dostluqda formal münasibətlərə yol vermək. Özü ilə uşaqlar arasında hər cür sərhədi silmək, bu cür yanaşma tərzlərinin hər ikisi eyni dərəcədə zərərlidir. Yəni subyekt formasında yanaşmaq lazımdır. Qarşımızdakının bir uşaq olduğunu başa düşərək, ona o münasibəti qurmaq lazımdır. Nə üstün qurmalıq deyilik, nə də ki, uşaqlar arasındakı o pərdə dediyimiz anlayış var, onu götürməməliyik. Uşaqlar daim sizə hörmət bəsləməlidirlər. Uşaqlar daim sizin fikirlərinizə ehtiyatla yanaşmalıdırlar. Sonra perseptiv qabiliyyət. Perseptiv və suqqestiv qabiliyyətlərdən danışacağıq. Birinci perseptiv qabiliyyətdən bəhs etmək istəyirəm. Perseptiv qabiliyyət deyəndə müəllimlər, çox önəmli bir qabiliyyətimizdir. İmtahan sualları arasında da düşən suallardandır ki, perseptiv qabiliyyət nədir? Perseptiv qabiliyyət deyəndə isə müəllimlər, uşaqların daxili aləminə nüfuz edə bilməkdən söhbət gedir. Nə deməkdir bu? Uşaq şəxsiyyətini və onun müvəffəqiyyəti, psixi vəziyyətinin incəliklərinə qədər başa düşməklə bağlı olan bir qabiliyyətdir bu qabiliyyətimiz. Bəli, daxili aləminə nüfuz edə bilmək nədir? İçinə toxunmaq, qəlbinə toxunmaqdan söhbət gedir. Bu cür qabiliyyətə malik olan müəllim hazırki anda uşağın psixologiyasını, onun psixi vəziyyətini qavrayır. Eləcə də anlayır ki, bu uşaq hansı psixologiyadadır? Bu uşağın baxışından, səsinin tonundan və yaxud ola bilər ki, qrup otağında uşaq nədənsə inciyə bilər, küsə bilər. Onun baxışından anlamaqdır, səs tonundan anlamaqdır. Anasından mı ötrü darıxıb və yaxud harasısa ağrıyırmı, rəngi sozalıbmı? Baxın, perseptiv qabiliyyət bir baxışda anlamaq qabiliyyətidir. Müəllim uşaqda ötəri bir nəzər salmaqla onun daxili aləmindəki ən cüzi dəyişiklikləri baş çıxarda bilir. Beləliklə, perseptiv qabiliyyət dedikdə pedaqoji müşahidəçilikdən söhbət gedir. Müşahidə nəticələrini düzgün aparmaq, izah və şərh etmək qabiliyyətlərinin vəhdətindən ibarətdir. Bunların hər birinə perseptiv qabiliyyət deyilir. Bəli, düzdür. Perseptiv qabiliyyət məhz uşaqların daxili aləminə nüfuz edə bilməkdir. Belə deyək, qısaca necə deyək qaydanı? Perseptiv qabiliyyəti, perseptiv uşağın daxili aləminə nüfuz edə bilməkdir. Təkrar edirəm, perseptiv uşağın daxili aləminə nüfuz edə bilməkdir. Onun içərisinə, qəlbinə toxunmaqdır. Bir baxışla onun, belə deyək, hansı emosiyada olduğunu anlamaqdır perseptiv qabiliyyət. Bəs suqqestiv qabiliyyət nəyə deyilir əziz müəllimlərim? Görürsüz ki, sözlər olaraq bir-birlərinə bənzəyirlər. Açar söz olaraq dedim ki, perseptivdə uşağın daxili aləminə, qəlbinə toxunmaqdır, bir baxışla hansı emosiyada olduğunu anlamaqdır. Açar söz olaraq onu dedik mən perseptivdə. Bəs suqqestivin açar sözünü nə edə bilərik? Suqqestiv təlqin deməkdir.
Latınca təlqin mənasını verir. Müəllimin uşaqlarda iradə emosional təsir göstərməsi qabiliyyəti. Yəni belə qabiliyyət nəticəsində müəllim uşaqda verdiyi hər hansısa bir tələbin yerinə yetirilməsinə nail olur. Yəni bir növ inandırıcı nitqindən istifadə edərək uşaqları təlqinləyir. Suggestiv qabiliyyətlər, belə deyək, müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamından asılıdır. Burada söhbət müəllimin sakit, uşaqlarını isə kobudcasına sıxışdırmasından söhbət getmir. Məcbur etmədən, hədələmədən öz tələb və tapşırığını irəli sürməsi və ona nail olmasından gedir. Yəni belə deyək müəllimlər, hədə qorxu ilə, təhdidlə, şantajla belə deyək də, uşaqları qorxudaraq nəyisə nail ola bilmərik. Təlqin edərək, öz nitqimizlə, inandırıcı nitqimizlə istifadə edərək biz uşaqları istədiyimizə nail ola bilər. Uşaqlardan istədiyimizə nail ola bilərik. Onlardan istədiyimiz müsbət gözləntiləri məhz bu sayədə ala bilərik. Sonra pedaqoji təxəyyül qabiliyyətindən bəhs edək. Nə deməkdir pedaqoji təxəyyül? Həqiqətən də biz bilirik, biz çox kiçik yaşlı uşaqlarla işləyirik, elə deyil? Kiçik yaşlı uşaqların təxəyyülü bir qədər daha böyük yaşlı uşaqlara baxaraq daha rəngarəng olur. Həqiqətən də yaş artdıqca təxəyyül dediyimiz anlayış insanda azalmağa başlayır. Nəinki çoxalmaq, rəngarəngliyini təxəyyül itirməyə başlayır. Yadınızda saxlayın. Pedaqoji təxəyyül qabiliyyətində olan müəllim uşaqlarla daim ünsiyyət və münasibətdə olarkən öz təlim və tərbiyə işinin nəticəsini əvvəlcədən görməyi, təsəvvür etməyi bacarır, yəni öz ağlında canlandırmağı bacarır. Burada pedaqoji təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir. İrəli görüşlü bir müəllimdir. Bəli, mən məsəl üçün bu məşğələni keçəcəyəm, hansı uşaqlar qavrayacaq, hansı uşaqlar qavramaqda çətinlik çəkəcəklər, bəli, sonda necə bir qərara gələcək, uşaqlar hansı emosiyada ola biləcəklər. Məhz bu ağlında canlandıra bilirsə, buna pedaqoji təxəyyül qabiliyyəti deyilir. Daha sonra diqqəti paylaya bilmək qabiliyyətindən söhbət gedəcək. Yaradıcı düşüncəyə malik olan müəllim. Bəli, yaradıcı düşüncəyə malik olan müəllim də deyə bilərik pedaqoji təxəyyül qabiliyyətinə. Tək belə deyək də, əvvəlcədən görmək də demək deyil də, uşaqların öz təxəyyüllərinə uyğun olaraq yaradıcı təxəyyüldən söhbət gedir, yaradıcı düşüncədən söhbət gedir. Nəyisə yaradıb qurmaq anlayışında biz buna əlavə edə bilərik. Düzdür müəllimə? Diqqəti paylaya bilmək qabiliyyəti çox mühüm bir qabiliyyətdir. Qrup otağında 20 dənə, maksimum 20 dənə uşağımız olur da, 20 dənə uşağın 20-sinə də eyni qaydada diqqəti paylaya bilmək qabiliyyətindən söhbət gedir. Diqqəti paylaya bilmək qabiliyyətinə malik olan müəllim öz diqqətini 2 və daha artıq fəaliyyət obyekti üzərində paylaya bilir. Məsəl üçün, əlindəki obyekt haqqında da danışa bilər. Diqqəti həm obyektə və yaxud bir məsəl üçün göyərçin gətirib qrup otağına, məşğələni göyərçin üzərindən, motivasiyanı göyərçin üzərindən qurmağa başlayıb, belə deyim. Həm diqqəti əlindəki göyərçindədir, uçmasın deyə, həm ki, bütün uşaqlardadır. Görüm uşaqlar neyniyir? Məşğələyə qulaq asa bilirlərmi? Mən məşğələyə uşaqları cəlb edə bilmişəmmi? Və buna diqqəti paylaya bilmək qabiliyyəti deyilir. Bu cür müəllim materialı necə şərh etdiyini, uşaqların cavabını necə dinlədiyini, izləməklə nəzəri diqqətini bütün uşaqların üzərinə yönəldə bilir. Yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarında öz münasibətini bildirir və nəhayət öz davranış tərzini, məsəl üçün davranış, hərəkət, jest, yeriş və sairə diqqətlə izləyir. Buna diqqəti paylaya bilmək qabiliyyəti deyilir. Daha sonra pedaqoji refleksiya qabiliyyətindən bəhs edəcəyik. Pedaqoji refleksiya qabiliyyəti deyəndə, bu qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır. Müəyyən pedaqoji şəraitə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdırıb müqayisə edə bilir. Yəni müqayisə edə bilir. Mən bunu düzgün edə bildimmi, düzgün bacara bildimmi? Müəllim-uşaq münasibətlərdə bayaq da dediyim hər bir pedaqoji qabiliyyətlər müəllim-uşaq münasibətlərinin pedaqoji əsaslar üzərində qurulmasını təmin edir və münasibətlərin yüksək səviyyədə qurulmasına kömək edir. Daha sonra müəllimin sonuncu olaraq səhv etmirəmsə, yox, daha sonra da var. Müəllimin aktyorluq qabiliyyəti həqiqətən də çox önəmli bir qabiliyyətdir. Ən əsası belə deyək, aktyorluq qabiliyyəti deyəndə müəllimlər, Iıı, bəlkə də tərbiyəçi müəllim daha bir halda olaraq qabaqdadır ki, aktyorluq deyəndə bağça müəllimləri məktəb müəllimlərindən
daha aktyor hesab olunur. Aktyor və müəllim fəaliyyətində oxşar cəhətlər çoxdur. Hər ikisini də tərbiyəçi desək daha düzgün olar. Necə? Müəllim məktəbdə və yaxud bağçada, aktyor isə teatrda tərbiyə işi ilə məşğul olur. Aktyor, belə deyək, aktyor səhnədən dinləyicilərinə, tamaşaçılarına, daha sonra onların hisslərinə və şüuruna təsir göstərir, amma müəllim isə bu vəzifəni qrup otaqlarında uşaqlar edir. Həm aktyor, həm də müəllim insanların qarşısında çıxış edir. Yəni bizim auditoriyamız özümüzə məxsusdur, belə deyək də. Aktyorların da auditoriyası özlərinə məxsus olur. Aktyor da, müəllim də başlıca olaraq söz vasitəsilə, öz dinləyicilərinin şüuruna, qəlbinə yol tapmağa çalışırlar. Müəllim də bir aktyor məharəti ilə onu dinləyənləri müəyyən haldan hala sala bilir, onlara müəyyən emosional təsir göstərə bilir. Məsəl üçün, bir nağıl danışırıq, qorxulu bir yerdə uşaqlar, məsəl üçün, belə deyək də, qorxa bilirlər və yaxud da, heyrətamiz bir yer danışanda, bir nağılın bir hissəsini danışanda, epizodunu danışanda orada, belə deyək, heyrətlənmə baş verə bilər, heyrətlənirlər. Yəni, bəs sırf bizim nitqimizdən asılıdır, onların şüuruna, şüur altına təsirimizdən asılıdır. Müəllim də bir aktyor məharəti ilə onu dinləyənləri müəyyən emosional təsir göstərir. Beləliklə deyə bilərik ki, müəllim aktyorluq qabiliyyətinə malik olmalıdır. Aktyorluq qabiliyyətinə malik olmadan uğurlu müəllimlik fəaliyyətini yerinə yetirmək olmaz. Daha sonra isə müəllimlər müəllimin tədqiqatçılıq qabiliyyətindən bəhs edəcəyik. Tədqiqatçılıq qabiliyyəti də pedaqoji situasiyalar və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığından söhbət gedir. Tədqiqatçılıq deyəndə daha çox qiymətləndirmə, sözünü deyir. Uşaqlar arasında düzgün qiymətləndirmə, düzgün obyektiv qiymətləndirmədən söhbət gedir. Müşahidə edərək, müşahidələri diqqətdə saxlayaraq qiymətləndirmədən söhbət gedir. Məhz bu da müəllimin tədqiqatçılıq qabiliyyətidir. Sonra müəllimin elmi idraki qabiliyyətləri, yəni akademik qabiliyyətləri. Akademik qabiliyyət dedikdə müəllimlər seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyəti. Yəni daim öz üzərində işləyə bilirmi? Öz peşəsi haqqında yeni nəzəriyyələrə, yeni yanaşmaları öyrənə bilirmi? Öz üzərində tətbiq edə bilirmi? İşində tətbiq edə bilirmi? Bu akademik qabiliyyətdir. Bir də təkrar edirəm müəllimlər, baxın bu qabiliyyətlər yeni qəbul olunmuş qabiliyyətlərdir. Müəllimin praktik fəaliyyəti üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib hesab olunmur. Yadınızda saxlayın. Yəni hər biri eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları müəllimlər göstərir ki, bu qabiliyyətlər içərisində aparıcı və köməkçi qabiliyyətlər var. Bayaq dediyim kimi yadınıza salaq, aparıcı qabiliyyətlərimiz hansıları idi? Aparılan çoxsaylı sorğuların nəticəsində biz görə bilirik ki, didaktik və təşkilatçılıq qabiliyyəti, bəli müəllimlər, bəli, didaktik və təşkilatçılıq qabiliyyəti aparıcı qabiliyyət hesab olunur. Yəni bu qabiliyyətlər hər bir müəllimdə, istər tərbiyəçi müəllim olsun, istər məktəb müəllimi olsun, fərqi yoxdur. Bu qabiliyyətlər müəllimlərdə aparıcı qabiliyyətdir, daim olmalıdır. Digərləri isə köməkçi qabiliyyət hesab olunur. Qalanları isə dediyimiz kimi köməkçi qabiliyyət hesab olunur. İndi isə əziz müəllimlər, biz, etik davranış prinsiplərindən bəhs etmək istəyirəm. Bir saniyə. Mhm. Etik davranış prinsipləri müəllimlər, onu nəzərinizə çatdırım ki, 2024-cü ildə Emin Əmrullayevin qərarı ilə, yəni Təhsil nazirimiz Emin Əmrullayevin yeni qərarı ilə 2014-cü ildə, çıxarılmış olan etik davranış prinsipləri dəyişdirildi. Yerinə 2024-cü ildə, eee, belə deyək müəllimlər, bəli, 2024-cü ildə yeni qərarla yeni etik davranış prinsipləri yaradıldı. Var qanunçuluq, var. Əvvəl qanunçuluğun adı qanunun aliliyi idi, yadınızda saxlayın. İndi isə qanunçuluqdur. Vicdanlılıq idi, əvvəl vicdanlılıq idi, indi vicdanlı davranışdır. Sonra loyallıq, loyallıq eyni qaydada qalıb. Sonra mədəni davranış, qərəzsizlik, bunlar eyni qaydada qalıb. İctimai etimad. Sonuncu olaraq isə konfidensiallıq var idi. Aaa, loyallıq adlandırdı. Bəli, bəli, loyallıqdan biz bəhs edəcəyik indi müəllimlər. Sonuncu olaraq konfidensiallıq adlandırılırdı müəllimlər. Konfidensiallığı çıxardıblar sözün açığı. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət adı altında, belə deyək, bir prinsip yaradılıb. Yeni olaraq baxın bu yaradılıb.
Burda nə varsa, bilin ki, 2024-cü ildən, baxın təkrar edirəm, Pərvin müəllimə təkrar olaraq soruşub, nə vaxtdan deyə soruşmusunuz. 2024-cü ilin səhv etmirəmsə may ayından, bəli, may ayından yaradılmış bir, PDF-dir müəllimlərə. Aha, may ayından, 16 maydan, düzdür. May ayından yaradılmış bir PDF-dir. Yəni keçmiş məlumatları artıq yeniləri ilə əvəz etmək lazımdır. Bu məlumatlar yeni məlumatlardır. Bəli, danışaq müəllimlər. Birinci nə dedik? Dedik qanunçuluqdan danışacağıq. Əvvəl qanunun naliyi idi, indi isə qanunçuluqdur. Qanunçuluq deyəndə nəyi nəzərdə tuturuq? Təhsil verənin əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməkdir, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquq və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Bunu biz necə yadımızda saxlaya bilərik? Hansı cümlənin içərisindəki konstitusiya seçirsə, Azərbaycan Respublikası seçirsə, beynəlxalq öhdəliklər seçirsə, beynəlxalq tərəfdaşlar seçirsə, konstitusiya sözü seçirsə, avtomatik olaraq biz demokrasiya, bəli, müəllimə də qeyd edib ki, insan hüquqları və demokrasiya prinsipləri harda keçirsə, biz avtomatik olaraq bunu qanunçuluq prinsipindən götürə bilərik cümlə içərisində. Açar sözlərimiz budur. Konstitusiyaya riayət etmək, Azərbaycan Respublikası, söhbət qanunlardan gedir də, konstitusiyanın içərisində olan maddələrdən, qanunlardan gedir, düzdür. Çox yaxşı müəllimə, təbrik edirəm və mükəmməl bildiyi mövzudu deyib. Sonra vicdanlılıq, əvvəlki adı ilə vicdanlılıq idi, indiki yeni adı ilə isə vicdanlı davranışdır. Vicdanlı davranış deyəndə təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi göstərməlidir. Yəni əlini vicdanına qoyaraq, məşğələ keçməlidir, dərs keçməlidir. Vicdanlılıq eyni qaydada qalıb, heç bir dəyişiklik yoxdur. Daha sonra gəlir loyallıq. Loyallığı necə yadda saxlaya bilərik? Loyallığı çox vaxt qarışdırırlar. Yadınızda saxlayın, loyallıq bir sözlə, loro dildə desək, müəllim öz işi ilə məşğul olmalıdır. Gedib, başqasının qeybətini, başqasının sözünü danışmamalıdır. Get öz işinlə məşğul ol. Açıq sözlə olaraq loyallıq bunu götürə bilərik. Qeybətdən uzaq olmalıdır. Belə deyək, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla, ha, yadınızda saxlayın. Tədqiqi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bir növ yenə də təkrar olaraq deyirəm ki, öz işi ilə məşğul olmalıdır. Kənar heç bir, belə deyək, məsələlərə müdaxilə etməməlidir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Mütləq formada öz işi ilə məşğul olub, başqa, belə deyək, işlərə başını soxmamalıdır, belə deyək, qarışmamalıdır. Eee, Bu olur loyallıq. Öz işi ilə məşğul olmaq bərabərdir loyallıq. Sonra gəlir mədəni davranış. Mədəni davranışda eyni qayda. Təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışda nəzakətli və təmkinli olmalıdır. Çox sadə, rahat formada başa düşülür. Təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir. Söz olaraq bir qulağından alıb bir qulağından verməməlidir. Təhsil verən xarici görkəmlə, yəni geyimindən söhbət gedir. Geyiminə diqqət yetirməlidir. Bir müəllim kimi geyinməlidir, müəllim kimi hərəkət etməlidir, oturmalıdır, durmalıdır, danışmalıdır. Bunların hər biri mədəni davranışın içərisindən açar sözlərdir. Nə dedik? Dedik ki, təhsil verən, yəni müəllim xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Bəli. Sonra gəlir qərəzsizlik prinsipi. Qərəzsizlik prinsipidəki təhsil verən, yəni müəllim vəzifəsini yerinə yetirən zaman qərəzsiz olmalıdır. Yadınızda saxlayın, irqinə, dininə, etnik mənsubiyyətinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsil alanlar və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Təhsil verən özünün və ya maraqlı şəxslərin mənfəələrini, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməlidir və buna şərait yaratmamalıdır. Ən əsas olaraq bunu götürürük qərəzsizlikdə. Hər kəsə eyni qaydada bərabər
və ədalətli formada sözünü deməlidir. Bir tərəfli heç bir formada çıxış etməməlidir, bir tərəfli heç bir formada danışmamalıdır. Qrupunuzda qaradərili uşaq olsa da, fərqi yoxdur. Rus uşağı olsa da, nə bilim, xristian da olsa da, yəhudi də olsa da fərq yoxdur. Gərəksizlik məhz bundan ibarətdir. Eee, bəli, bir də müəllimə vicdanı olmayan müəllim gərəksiz ola bilməz mənim şəxsi fikrimdir. Düzdür, Pərvin Xasiyeva müəllimə çox gözəl bir yəni vicdanlı dediyimiz hər bir insana, vicdan hər bir insana yaraşan bir amildir, yaraşan bir xüsusiyyətdir. Vicdanı olmayan bir insan, bəli, uşaqlar arasında da gərəksizlik yaradacaq. Məsələn, deyəcək ki, bunun, maddi imkanı digərindən daha üstündür, buna daha yaxşı baxım. Bəli, valideyn görüm baxım eləsin, digəri hə, kasıb uşağıdır. Mən bəstindən deyirəm də, bağçalarda ən çox yayılmış hadisədən deyirəm. Bu elə vicdanlılıqdan gəlir, müəllimin vicdanının olub-olmamasından gəlir. Düzdür əzizim? Bu oldu gərəzsizlik. Sonra gəlir ictimai etimad. İctimai etimad deyəndə də təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Yəni daimi olaraq adımızı uca tutmaq, adımıza xələl gətirməmək, xələl sözü belə deyək, açar söz olaraq götürək. Səriştələrdə mədəni müxtəlifliyə hörmət, bəli, didaktik prinsiplərdən dünyəvilik prinsipini də buna aid edə bilərik. Düzdür müəllimlər, düzdür, çox gözəl Məlahət Əliyeva. Bildiklərinizi yazmağınız çox gözəldir müəllimlər. Digər müəllimlərimizə də töhfə olur bu. İctimai etimaddan danışırdıq. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, yəni tez bir şəkildə aradan qaldırmalı və ictimai etimaddan bərpası üçün tədbirlər görməlidir. Təhsil verən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru, dürüst formada məlumatlar almasına köməklik göstərməlidir. Yəni yalan danışmaq anlayışı var ha, açar söz olaraq bunu götürə bilərik. Yalan danışmaq anlayışını biz ictimai etimada açar olaraq verə bilərik. Sonra gəlir müəllimlər. Sonuncu olaraq dediyimiz kimi ha, konfidensiallığı yəqin ki, bilirsiniz ki, gizlilikdən söhbət gedirdi. Keçmiş olan, PDF-imizin içərisində konfidensiallıq gəlirdi sonuncu olaraq. Amma indi konfidensiallıq gəlmir. Nə deməkdir konfidensiallıq? Qısa olaraq deyim, gizlilikdən söhbət gedir. Müəllim-uşaq arasında olan gizlilik, müəllim-valideyn arasında olan gizlilik, bu məlumatlar məsələn şəxsi bir məlumat varsa, bunu üçüncü şəxsə ötürməməlidir, üçüncü şəxsə deməməlidir. Söhbət konfidensiallıqdan bundan bəhs edirdi. Amma konfidensiallığı çıxardıblar. İndi isə insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət adı altında bir prinsip yaradıblar. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcəkləri qərarlar qəbul etməməlidir və hərəkətlərə və ya hərəkətsizliyə yol verməməlidir. Daha sonra, təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və digər qanuni nümayəndələrin, belə, həmkarların şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Nə oldu? Deməli, konfidensiallıq bu belə deyək, bu prinsipin içərisinə daxil oldu. Təkrar edirəm, konfidensiallıq prinsipi keçmiş PDF-in içərisində idi. İndi isə yeni, PDF-in içərisində insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət prinsipi adı altında konfidensiallığı qeyd edirlər. Sonra təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalıdır. Yəni daxili bağça içərisində olan məxfi məlumatları qorumalıdır, ictimailəşdirməməlidir, özünün və digər şəxslərin mənfəyi üçün istifadə etməməlidir, əziz müəllimlər. Bunların hər biri mən qrupa PDF-ini atacağam, yeni PDF-ə. Kim istəyirsə, yararlana bilər. PDF atacağam, narahat olmayın. Plus da ki, Telegram kanalımızda biz bu mövzu ilə bağlı testlər işləyəcəyik. Kim ki testlər işləmək istəyir, Telegram kanalımıza qoşulmaq istəyir, şəxsdən mənə yazsın, Telegram kanalımızın linkini atacağam. Belə. Daha sonra müəllimlər, belə deyək, dekabr qruplarımız açıqdır. Yəni mən həm ödənişli formada, həm də ödənişsiz formada təlimlər keçirəm. Kimlər istəyirsə ödənişli formada mənimlə davam etmək istəyirsə, A-dan Z-yə formatında biz dərslərimizi keçirik. Çox sadə üsullarla, açar sözlərlə dərslərimizi tətbiq edirik.
Bu il də mənimlə sıfırdan başlayan, belə deyək, ondan yuxarı müdavimim, yəni hələ ki 1-ci mərhələ baş tutub, 1-ci mərhələ bitib, ondan yuxarı müdavimim, müsahibədən uğurla keçib, işlə təmin olunublar, əmrləri artıq bir-bir gəlməyə başlayıb. Şəxsi səhifəmizdə hər birini Instagram kanalımızda, Facebook kanalımızda hər birini yayımlayırıq. Yəni istəsəz keçid edib baxa bilərsiniz. Telegram kanalımızda da həmçinin var. Yəni bu mənim də onların uğuru olduğu qədər də mənim də uğurumdur. Çox sevinirəm onlar adına. Siz də əgər uğurla keçmək istəyirsinizsə bizə qoşula bilərsiniz. Cüzi bir qiymətimiz var, fahiş bir qiymətimiz var. Yəni digər təlimçilərdən çox qat-baqat aşağıdır bizim qiymətlərimiz. Qruplarımıza qoşulmaq istəyən varsa, bəli, əziyyət çəkən daim bəhrəsini görəcək. Əmin ola bilərsiniz, kim ki əziyyət çəkirsə, onun bəhrəsini görəcək. Bu qədər əziz müəllimlər. Təkrar edirəm, testlər işləmək istəyirsinizsə, Telegram kanalımız da var. Telegram kanalımızda qoşulmaq istəyən linki, şəxsdə mənə yazaraq ata bilərəm. Əlavə kimi nəsə sualı varmı? Qoy onu da soruşum. Mhm. Heç kimin sualı yoxdur. Lap yaxşı. Deməli, lap gözəl izah etmişəm. Qaranlıq qalan heç bir yer olmayıb. Bu qədər müəllimlər. Gələn həftə dərsimiz olacaq. Gələn həftə 4-cü gün dərsimiz olacaq. Yenə həmin qaydada. Hansı mövzunu istəyirsinizsə, belə deyək, səs artırma edəcəm də, yəni səs seçmə edəcəm. Oradan dərsi, seçərsiniz. Hansı mövzunu istəyirsinizsə, oradan uyğunlaşdırıb seçə bilərik. Bu qədər. Allah'a amanında qalın. Gələn dərs görüşənədək inşallah.